Hüquqlar pozulsa da səbirli olmaq lazımdır. Yaxşıdır, hər şey yaxşıdır bizdə. Bu yeri gələndə qoruyuruq. Niyə qoruyuruq? Bugün yok, bugün koruya bilmiyor. Eləsi var koruya bilir, eləsi var koruya bilmiyor. Ancaq ümumiyyətlə biraz çətindir qorumaq. Ümumiyyətlə milletin ümumi dünya görüşü aşağıdır. Mən belə görürəm. Ona görə biz ayırt edə bilmirik. Yaxşını pisi ayırt edə bilmirik. Yağlarımız irəli getmir. Ona görə biz də öz hüquqlarımızı qoruya bilmirik. Mənə elə gəlir. Nə xeyr var? Kimə şikayət edəcəksən? Səndən söz görüm, sizdən şikayət edirəm, sizin üstünüzə göndərmək, ki, baxacaq. Hər bir vətəndaşın əgər bir dövlətdə yaşayırsa, öz hüquqları var ki, bu dövlət tərəfindən qorunmalıdır. İnsanlar məsələn gedir ali təhsil alır. Ondan sonra oxuyub deyir ki, nəsə bir cəmiyyətdə bir iş quracaq. Və institut qurtarır, əskəriyə gedir, gəlir və baxır ki, cəmiyyətdə heç bir şey əldə edə bilmir. Bu da o insanlarda, belə deyək də, çox böyük bir bədbinlik yaradır. Xüsusən cavanlarımızda. O cavanlarımız ki, istər qız olsun, istər oğlan, çalışır ki, evlənsin, həyat qursun və bütün bu işləri görmək üçün artıq bariyerlərlə üzləşir. Bu cəmiyyətin belə deyək də, çox böyük bir hissəsindən gedir söhbət. Müəyyən hissəsi var ki, 10%, 15% ki, onlar yaşaya bilir. Geridə qalan 85% belə deyək də, cavanlarımız zülm çəkir, əziyyət çəkir. Halbuki insan bu dünyaya bir dəfəm gəlir. Məncə, devlətimiz bu barədə biraz fikirləşməlidir ki, insanlarımız nəyə görə məhvə gedir, cavanlarımız nəyə görə ailələri dağılır. Bütün bu maddi problemlər haqqında, belə deyək də, zəngin insanlarımız çox düşünməlidir. Ki, gələcəkdə cəmiyyətimiz məhvə getməsin. Çünki göydən Allah baxır. Allah baxır, ədalətsiz cəmiyyət deyir, belə deyək də, axırı pusdur. Hüquqlarımız var ki, hüquqlarımızı da qorusunlar. Mənim hüquqlarım pozulmuşdu. Mən nə tər deyim ki, pozulub. Sən deyən ki, hansımız pozulmuyor? Bozulmuyor ki, tahmin oynuyoruz da. Pozsaydı oynaya bilərdi, polis gəlib tutub aparar. Yolda gedəndə indi görsən qayı saxlayır, bir mənasız yerdə saxlayır adam. Elə şeylər olur, haqsızdır. Başqa belə bir şey, hələ ki, bir şey yox. Məncə yəqin ki, işçi qüvvəsində olar, iş həyatında belə bir problemlərlə rastlaşmaq olar. Başqa belə deməzdim, daha çox iş deyərdim. Məsəl üçün, iş saatı deyərdim. Bununla bağlı daha çox olardı. Heç nə bilmirəm, hamısı da pozulubdur. Nə var da, nə var? Bu poliklinikada gedirsən, məsələn, növbəsiz biri görsən, sən səhər tezdən getmisənsə, başqa insanlar girir, çıxır növbəsiz. Mən hüquqlarımı bilirəm, mən hüquqlarımı pozan ola bilməz.